Şəhərin rayon icra hakimiyyətinin başçısı Kamal Cəfərov və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirinin müavini Tapdıq Əliyevin iştirakı ilə rayonda fəaliyyət göstərən və fəaliyyətinin bərpası istiqamətində iş aparılan balıqçılıq və akvakultura müəssisələrinə baxış keçirilib. Sahibkarlarla görüşdə onların təklif və problemləri dinlənilib. Dövlət proqramının əsas istiqamətləri barədə məlumat verilib və müvafiq tövsiyələr çatdırılıb. Baxış zamanı bildirilib ki, Şəhər rayonunun Aşağı Yaycı kəndində 5 hektar ərazini əhatə edən vətəgənin fəaliyyəti bərpa olunub. Burada balıq hovuzları yenilənib. Kürülərin saxlanılması üçün yeni hovuzlar qurulub, müvafiq avadanlıqlar alınıb. Müəssisəyə 200 min farel kürüsü gətirilib. Həmçinin ehtiyac su quyularının qazılması və mövcud kanalların təmizlənməsi işləri həyata keçirilib. Baxış zamanı kürüdən çıxan körpə farel balıqlarının daha geniş hovuzlara köçürülməsi prosesi də izlənilir. Təsərrüfatımızda farel balıqları yetişdirilir. Hal-hazırda dövlət nümayəndələrinin iştirakı ilə balıqlarımızın xüsusi böyütmə hovuzlarından açıq havadakı böyük hovuzlarımıza köçürülmə prosesi həyata keçirildi. Böyümə prosesi başa çatdıqdan sonra daha böyük göllərimizə balıqlarımız köçürüləcəkdir. Vətəgənin ilkin mərhələdə illik istehsal gücünün 60 ton farel balığı olacağı nəzərdə tutulur. Təsərrüfat tam gücü ilə fəaliyyətə başladıqdan sonra burada 30 yeni iş yerinin yaradılması planlaşdırılır. Rayonun Dizə kəndində 1,8 hektar ərazidə fəaliyyəti bərpa edilən digər vətəgə 350 min körpə sazan və belamur balığı hovuzlara buraxılıb. Hazırda balıqların təbii yemlənməsi həyata keçirilir. Burada ilkin mərhələdə 70 ton balıq istehsalı nəzərdə tutulur. Həmçinin 2027-ci ilin əvvəlindən hovuzlarda farel balıqlarının yetişdirilməsi də nəzərdə tutulur. Bu məqsəddən hazırlıq işləri aparılır. Təsərrüfatın tam fəaliyyətə başlanması ilə 15 yeni iş yerinin yaradılması planlaşdırılır. Baxış keçirilən digər ünvan isə rayonun Yuxarı Aralıq kəndində 2010-cu ildə fəaliyyətini dayandırmış balıqçılıq müəssisəsinin ərazisi olub. Burada mövcud vətəgənin bərpası və Muxtar Respublikada ilk ixtisaslaşmış şirin su xərçəngi vətəgəsinin yaradılması nəzərdə tutulur. Heydər Məmmədov, Rahib Babayev, NTV Xəbər.